Salam əziz tələbələr, mən Xəzər müəllim. Bu videoda sizlərə 18 yanvar 2026-cı il tarixində keçirilmiş Dövlət İmtahan Mərkəzi magistratura sınav imtahanının suallarını təqdim edəcəm. Bildiyiniz kimi Dövlət İmtahan Mərkəzi bu sınağı elektron şəkildə keçirdiyi üçün suallar demək olar ki, paylaşılmayıb. Yalnız bəzi mənbələrdə bir neçə sual paylaşılıb. Biz isə sizlərə bütün sualların 50'sini də tam olaraq izahını və suallarını bölüşürük. Mümkün qədər sualların izahına tam və ətraflı baxmağa çalışın ki, ola bilər ki, bu suallardan Dövlət İmtahan Mərkəzi əsas imtahanda yenidən istifadə etsin. Ona görə də sualların təkrar düşməsi bizim üçün bir plus olduğu üçün, ona görə də izaha dediyim kimi diqqətlə baxmağınızı tövsiyə edirəm. Və əziyyətə qarşılıq olaraq mümkün qədər videonu bəyənməyi və sonda fikirlərinizi rəylər bölməsində qeyd etməyinizi xahiş edəcəm sizdən. Həmçinin sualların qeyd edeyim ki, təxminən 95% tam imtahan suallarıdır. Lakin bir neçə sual, imtahan sualları bir qədər qəliz qrafiklər və şəkillər olduğu üçün bənzədilmiş şəkildə oxşarı çəkilib. Mən sualları izah edərkən sizə bildirəcəm ki, bu tip suallar hansılardır, hansılara dəqiq, hansılara isə oxşarı olaraq baxmağınız lazımdır. Başlayaq elə 46-cı sualdan. 46-cı sual imtahan sualının bir qədər oxşadılmış formasıdır. Lakin sual demək olar ki, imtahan sualının özüdür. Sadəcə bəzi dəyişikliklər var içərisində. Oteldə olan 8 otağın hər birinin A, B, C, D, E, F, C, K hərflərlə işarələnmiş açarları var. Hər bir açar 3 sütunu 5 sırası olan bir rəfdən asılmışdır. Gəlin 3 sütunu, məsələn sütunlardan birini çəkirəm. Lakin sütunda 5 rəf yerləşib. Bu birinci sütun, bu ikinci sütun və bu isə üçüncü sütun. Gəlin görək, burada 15 rəf etdi. Amma bizim 8 açarımız var. Deməli biz bunları hansısa bir təxminlərlə bura yerləşdirməliyik. O təxminləri bizə qeyd edib. Deyir ki, C açarının yuxarısında F açarı, baxın buradan qeyd edirəm. C açarının yuxarısında F açarı, solunda isə G açarı asılıb. A açarının sağında B açarı, yuxarısında D açarı, altında isə Y açarı asılıb. Həmçinin deyir ki, D açarının özü C açarından aşağıdakı sıradadır. Baxın, C açarından aşağıdakı sıradadırsa D və biz də bilirik ki, D'nin aşağısında A və B, A'nın da altında Y olmalıdır. Və birdən diqqət etdirsə, zaten 1, 2, 3, 4, 5 sıra əmələ gəldi. Deməli, biz bildik ki, F ən yuxarı sırada asılacaq. C ilə C ondan aşağıdakı sırada asılacaq. Və hətta burada bir cümləmiz də var. D açarı C açarından aşağıdakı sıradadır. K'nın da solundadır. Deməli, K da D'nin sağındadır. O zaman D və K 3-cü sıradan, A və B 4-cü sıradan, Y isə sonuncu sıradan asılacaq. Düzdür, bəzilərinin alt-alta yerləşməyini bilirik. Məsələn, biz bilmirik ki, tutalım F buradan asılsa, deməli onun aşağısında C, solunda C var. Bu qədərini bilirik. Amma C'nin aşağısında DK bu şəkildə mi asılıb, yoxsa bu şəkildə mi asılıb, bizim bunun haqqında məlumatımız yoxdur. Və yaxud ola bilər ki, hətta F, C, C hərfləri də biraz soldan, məsələn, C-nin üzərində F, solunda isə C açarı bu şəkildə də asılmış ola bilər. Bizim sadəcə bildiyimiz onların hansı sırada yerləşməyidir. Gəlin bəndləri oxuyaq. D-dən yuxarıda 3 açar asılıb. Bəli, D-dən yuxarı açılan açarlar F olacaq, C olacaq və G olacaq. C açarı K açarının yuxarısında asılıb. C açarı sırf olaraq yuxarısında asıldığını bilmirəm axı. Məsələn, üstündə asılmayıb. Ola bilər ki, baxın, GC-ni belə assanız, DK-nı belə də asa bilərsiniz. Və yaxud dediyi kimi də asa bilərik. Bu dəqiq məlumat deyil. F açarı D açarının aşağısında asılıb. Bu yanlış cümlədir. G açarı K açarının yuxarısındadır. Tam üstündə deyil axı. Baxın, yuxarısında deyil. Yəni yuxarıdakı sıradadır, yuxarıdadır, amma yuxarısında tam olaraq deyil. D-dən aşağıda 4 açar asılıb. Biz görürük D-dən aşağıda asılan açarların sayı 3-dür. Bu da yanlış cümlədir. Sadəcə bir daha qeyd edeyim. Burada yuxarısında və yuxarıda sözləri tam imtahandakı kimi deyil. Ola bilər ki, sualın bir növ anlaşılmazlığı olsun. Yəni yuxarısında deyərkən sırf üstündə nəzərdə tutduq. Yuxarıda deyərkən isə üstdəki bütün nöqtələri nəzərdə tutmuşuq. Doğru cavab A variantı.
İkinci sual. Deməli, qrafik diaqramlara aid olan bir imtahan sualıdır və burada qeyd olunan bəndlərə baxsaq, M və N qrafikinin nöqtələrinin müqayisəsi aparılıb variantlarda. Bəs biz onları necə müqayisə aparaq? Deməli, fikir versəniz, illər üzrə M və N qrafiklərinin müxtəlif göstəriciləri verilmişdir. Məsələn, 95-ci ildə M qrafiki 10-u, N qrafiki isə 20-ni göstərir. Və bəndlərə məncə illər üzrə yanaşsaq və variantları çıxdaş etsək daha yaxşı olar. Məsələn, 95-ci ildə gördüyümüz kimi M 10, N isə 20-dir. Yəni, N böyükdür M-dən. O zaman B variantı və Y variantı yanlışdır. 96-cı ildə fikir versəniz, hər ikisinin qiyməti 40-a təsadüf edir. O zaman bərabərlik olmalıdır. O zaman 3 bəndin yerdə qalan 3 variantın üçündə də bərabərlikdir. 97-ci ildə N 30, M 30, N isə 50 göstəricidədir. Bu zaman da yenə N böyükdür M-dən. Baxırıq, A variantında kiçikdir görsənir, yanlışdır. C və D variantlarının hər ikisində N, M-dən böyük qiymətləndirilir. Və sonuncu 98-ci ildə M göstəricisi 50, N göstəricisi isə 30-a təsadüf edir. Və buradan xətləri gətirib göstəricilərini tapa bilərsiniz. Bu M-in qrafikidir. Bu isə funksiya olaraq N-in qrafikidir. Və burada da diqqətli olsanız, N M-dən artıq kiçikdir. N M-dən kiçikdirsə, D variantı yox, C variantını doğru cavab kimi götürməliyik. Növbəti sualımıza keçirik. 48 nömrəli sualımız. Hərf sırası pozulmuş 5 sözdən 4-ü müəyyən əlamətə görə oxşardır. Hərflərin sırasını düzəldərək fərqli söz tapın. Bildiyimiz kimi bu suallar anagram suallardır və imtahanda 2 dənə anagram sualından istifadə olunur. Gəl sözləri tapmağa çalışaq. Deməli, A variantı kobalt, B variantı alüminium, C variantı element. Fikir verirsinizsə, Mendeleyevin dövrü sistemində olan, elementlər cədvəlində olan elementlərin adlarıdır. Nikel və platin. Müxtəlif elementlərin adları verilib, lakin C variantı ümumi element söz olduğu üçün elə C variantını da fərqli kimi qəbullanmaq lazımdır. 49 nömrəli sualla davam edirik. Qanunluluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Şifrəli əməllər bölməsinə aid olan bir sual nümunəsidir. Belə sualları həll etmək üçün ilk növbədə misalın səsləndirilməsi, oxunması deyirik buna. Bu lazımdır. Yəni siz birinci növbədə bu misalın həll etmək üçün normal ədədlərlə olarsa necə həll etməlisinizsə, gəlin başlayaq səsləndirək. Bilirik ki, ilk öncə SL-in ifadəsi N-ə hasili tapılır və bu 1629 olaraq birinci sətirdə yazılıb. Sonra SL-nin L-ə hasili 2172 və sonda isə SL-nin Y simvoluna hasili isə 1086 edir. Əgər buradan bir kömək ala bilməsək, bir-bir hərflərin tək-tək ayırıb hasillərinə baxmalıyıq. Məsələn, N vurulsun N bizə 9-u verib, N vurulsun L müəyyən yaddalarla 2-ni verib və s. Diqqətlə olsaq, N-in N-ə hasili N vurulsun N 9 veribsə, deməli bu olacaq ya 3 vurulsun 3 9 edə bilər və yaxud 7 vurulsun 7 49 edə bilər. Gəlin bu versiyaların içərisində yoxlayaq. 3 yoxsa 7. Əgər mən bura 3 yazsam, 1629-un 3-ə bölünüb yoxsa bölünməyəcəyini rahat şəkildə tapmaq olar. Və yaxud 7-yə bölünüb bölünməyəcəyini rahat şəkildə tapmaq olar. 1629 3-ə bölünür, çünki 1629 ədədi rəqəmləri cəmi 3-ə bölünən bir ədəddir. Amma 7-yə bölünürmü bəs? 1629-u biz 7-yə bölsək, 2, 22, 3 dəfə və baxırıq bölünmür. Əgər bölünmürsə, deməli biz N-ə 7 yazmamız mənasızdır. Yazmamalıyıq. 3 ilə davam edirik. Əgər N 3-dürsə, baxın, SL-in ədədini N-ya, yəni 3-ə vurduqda 1629 alınıbsa,
Məhsul vurğu tapmaq üçün hasili məlum vurğa bölmək lazımdır. Geri bölmə şəklində 1629-u kənarda bölürük 3-ə. 543. İndi 543 ədədindən elə 4 vermişiksə, baxırıq ki, 543-ü 4-ə vuranda 2172 alınıb və 543-ü neçəyə vursaq 1086 eləyir. Yəqin ki, 2-yə bunu hamımız bilirik. 502-yə vururuq 1000 eləyir. Deməli, S, L, N və Y-ni soruşur. S5, L4, N3, Y isə 2. 5, 4, 3, 2. Doğru cavabımız olacaq 49-cu sualda C variantı. Keçid eləyək 50-ci suala. 50-ci sualımız çox rahat bir şəkildə qeyd olunan fiqur ardıcıllığı sualıdır. Diqqətli olsanız, şəkilə baxsanız, şəkildə yavaş-yavaş şəklin balacalaşdığını görərsiniz. Baxın, birinci şəkildən ikinci şəklə doğru şəklin bu hissəsi, yəni 4/1 hissəsi artıq yoxa çıxır. Sonra isə növbəti mərhələdə digər 4/1, yəni baxın, ikinci şəkildən üçüncü şəklə digər 4/1 hissəsi yoxa çıxır. Fiqur 4/1 azala gedir. İndi növbəti mərhələdə üçüncü şəklin 4/1 hissəsi yoxa çıxmalıdır. Onu da yoxa çıxanda artıq qalan hissə bu hissə olmalıdır. Və onu da doğru cavab kimi Y variantında göstəriblər. Doğru cavabımız olacaq Y bəndi. 51 nömrəli suala baxırıq. 51 nömrəli sual çox qəşəng və maraqlı bir sualdır. Gördüyünüz kimi operator tipli bir cədvəl verilib. Sol yuxarı künc bizə operator olduğunu göstərir. Və bu operatorun, yəni boşluq operatorunun cədvəl üzərində həllində biz hər zaman kəsişmələrə baxırıq. Xatırlayırsınızsa. Məsələn, bu nümunə gördüyünüz bu hissə ilə bu hissədə olan fiqurların kəsişməsindən əmələ gəlir. Və yaxud başqa bir nümunə. Baxın, bu fiqur bir dənə sola getsək, bir dənə də yuxarı getsək, bu nümunə ilə bu nümunənin kəsişməsindən əmələ gəlir. Yaxşı, incələyək görək necə. Məsələn, adicə bir dənə buna baxaq. Burada 4 bucaq, burada 3 bucaq, burada 5 bucaq. Yuxarıda 4, 4, 3. Ümumilikdə 11 tərəfi var. 3 və 6, 9 tərəfi var. 6, 3, 3, 12 tərəfi var. İndi baxın, 11 dənə fiqurun tərəfi ilə 4 dənə fiqurun tərəfi kəsib, nəticədə 7 alınıb. Yuxarıdakı fiqurların cəmindən soldakı fiqurların cəmi çıxılıb. 11-dən 4 çıxanda eləyir 7. Və yaxud istəsəniz, burada ispat edə bilərik. 6, 3, 3, 12, bu da 5. 12-dən 5 çıxanda edir 7. Baxın, 4 bucaq və 3 bucaq da burada edib 7. Deməli, fiqurlar kəsişərkən yuxarıdakı fiqurların tərəflərinin cəmindən soldakı fiqurların tərəflərinin cəmini çıxırıq. Sual nələrin kəsişməsindədir? Diqqətlə bir dənə baxırıq. Sual 9 tərəfli fiqurla 3 tərəfli fiqurun kəsişməsindədir və 9-dan 3 çıxanda eləyəcək 6. Bəndlərə baxırıq və 6 olan cavab variantını axtarırıq. 6 bucaqlı fiqur və yaxud cəmi də 6 ola bilər. Təbii ki, 6 tərəfi olan fiqur Y variantında göstərilir. 52 nömrəli sual. Verilən sözlər cütünə analoji əlaqəli olan natamam cüt tamamlayın. Külək, qasırğa. Külək güclənəndə, güclü bir külək əsəndə bu zaman qasırğa əmələ gəlir. Qasırğa küləyin gücləndirilmiş bir versiyasıdır. Bəs yağış gücləndikdə nə əmələ gəlir? Yağış da güclənəndə təbii ki, güclü yağışın yağmasına leysan deyilir. Doğru cavabımız olacaq A variantı. Sel isə bəzi tələbələr sel yazmışdır imtahanda, amma sel, baxın, yağışın son olaraq nəticələrindən biridir. Amma nümunədə fikir versəz, qasırğa güclü şəkildə əsən külək deməkdir. O zaman biz artıq seli götürə bilmərik. Cavab bəndi kimi A-nı qəbul etməliyik. Növbəti sualımız 53 nömrəli sualdır. Fəza fiqurları kub ilə bağlı bir sual nümunəsidir. Bu kubun iki müxtəlif görüntüsü verilmişdir. Bu kubun doğru açılışlarını müəyyən edin. Baxın, burada biz sualı həll edərkən normalda öyrəşmişik ki, hər hansısa bir əsas ortaq üz seçib, həmin üzlərin kəsişmələrini, yəni ortaq üz olaraq qeyd edib, onların açılışını çəkək. Amma birinci və ikinci nümunələrə fikir versəz, hər ikisində olan ortaq bir fiqur ümumiyyətlə olmadığı üçün, o zaman biz məcburuq ki, bunu artıq açılışını özümüz çəkməyik. Nə edə bilərik? Baxın, bəndlərə baxacağıq. Əgər hər bir bənddə, hansı bənddə
Bu kublardan hər ikisini tapıb çıxara bilsək, deməli fiqurların, o bənd bu fiqurların doğru açılış forması olmuş olacaq. Baxın, biz də kubla bağlı bəzi qaydalar bilirik. Məsələn, bilirik ki, qonşu üzlər kubda qarşı üz ola bilməzlər. Daha sonra bilirik ki, kubun üzərində üzlər müəyyən saat əqrəb istiqamətində sıra ilə yerləşdirilirlər. Həmçinin üçüncü olaraq bilirik ki, üzlərin bir-birinə nəzərən, qonşu üzlərin bir-birinə nəzərən necə dayanması önəmlidir və onlara da mütləq şəkildə diqqət etməlidir. Məcburi olaraq bənd-bənd yanaşırıq. Məsələn, birinci bənddə gəlin görək, biz ilk kubu tapa bilərikmi? Üzün biri buradadır, biri buradadır, biri isə buradadır. Əvvəlcə bu fiqurları bir yerə yanaşı olaraq yığmağımız tövsiyə olunur. Gəlin görək, fiqurları bir yerə yığa bilərikmi? Diqqətlə baxaq. Deməli, gəlin ilk öncə bu fiqurumuzu aşağıya endirək. Aşağı endirəndən sonra ən sol tərəfə keçirək. Və yuxarıdakı nöqtəni isə 2 dəfə aşıraraq, bir dəfə bu tərəfə və yenidən bir dəfə də aşırıb gətirək bura. Və birinci kuba bu bənd uyğun gəlmir. Niyə? Orientasiya qaydasına görə diqqətlə baxsanız, bax bu 3 fiqurda deməli sadəcə fərqli olan odur ki, burada 3 üzün mərkəz hissəsi var bura. Ki verirsinizsə, bu çarpaz əyri dayanan 3 bucaqlar həmin mərkəz tinin xəttinə yaslanıb dayanıblar. Amma burada mərkəz tin dediyimiz bu hissədirsə, baxın, bu xətlər səhv qeyd olunub. Bu xətlərin biri burada qeyd olunmalıdır. Biri də burada. Yuxarıda qeyd olunan xətlər ümumiyyətlə yanlış qeyd olunub. Ona görə də deməli, birinci bəndi götürmürük. Baxın, əgər kublardan hər hansısa birini ala bilmiriksə, o zaman bu cavab doğru olmayacaq. Və eyni cəhət ikinci bənddə də var. Baxın, bu üçünü bir yerdə qəbullansaq, ilk kub olaraq heç aşırma etmiriksiniz. Və görürsünüz, mərkəz nöqtədə biz 3 bucaqları görürük. Bir bu, bir də bu. Amma burada baxın, mərkəz nöqtədə yox, digər tərəfdə yerləşdiriliblər onlar. Deməli, doğru deyil. Və həmçinin ikinci bənddə birinci kubun üzlərinin sırası da yanlışdır. Belə bir rahat qayda deyə bilərəm sizə. Bu 3 dənə üzün hansı ardıcılıqla yerləşdirilməsinə gəlin baxaq. 2 nöqtə, çarpaz 3 bucaqlar və diaqonal xətlər. Amma burada 2 nöqtədən başlasaq, baxın, burada da eyni qaydada 2 nöqtədən sonra diaqonal gəlib, sonra çarpaz 3 bucaqlar gəlib. Yəni, bu fiqurun ümumiyyətlə quruluşu səhvdir. Bu hissə burada, bu hissə burada çəkilməli idi. 2 də yanlışdır. Baxırıq 3-cü bəndə. 3-cü bənddə nə qeyd olunub? 3-cü bənddə qeyd olunub. Deməli, biz artıq həmin o 3 dənə üzü burada görə bilirik. Burada görə bilirik. Və orientasiya qaydasına görə dedik 2 nöqtə, çarpaz 3 bucaqlar və diaqonal xətt. 2 nöqtə, çarpaz 3 bucaqlar və diaqonal xətt. Sıralaması doğrudur. Vəziyyət də doğrudur. Baxın, dediyimiz kimi, burada görün, artıq xətlər mərkəz nöqtənin mərkəz nöqtəyə yaslanmış diaqonal üzərində yerləşdiriliblər. Lakin bu cavabı anında götürmürəm. Çünki bizim qeyd olunmuş ikinci kubumuz da var. Gəlin ikinci kubu da burada tapaq. Əgər onu da tapa bilsək, bu doğru cavab sayıla bilər. İkinci kubda görünən üzlərin biri bu, biri bu, biri isə bu. Gördüyünüz kimi sağdakı üz bir qədər uzaqdadır. Onu sola keçiririk. Bir sətr üzrə yerləşmiş 4 fiqurun sağdan sola, soldan sağa yer dəyişməsi heç bir bucaq altında fırlanmadan baş verir. Sola gətirdikdən sonra orientasiya qaydası. Kvadrat, künc kvadrat və düz xətt. Kvadrat, künc kvadrat və düz xətt. Yerləşməsi doğrudur. Dayanma tərzinə görə gördüyünüz kimi xətt mərkəzdəki kvadrata yaslanıb paraleldir. Lakin digər kvadratı kəsir. Həqiqətən də burada da baxın. Düz xətt aşağıdakı kvadrata paralel, digərinə isə kəsir. Və həmin o kvadratın özü də, bax burada daha rahat necə görə bilərsiniz? Yuxarıdakı kvadratı bir dənə aşağı endirsəz, yəni bura gətirsəz, o fiqur aşağı aşanda baxın hara gəlib düşəcək. Bu hissəyə gəlib düşəcək. Və bu da elə yuxarıdakı kvadratı göstərir. Yəni 3-cü bəndi götürə bilərik. Baxaq görək 3-cü bəndlə variantlarımız varmı? 3-cü bənd varsa bəndlərimizdə deməli ya yalnız 3 idi ya da 2-3.
2-ni də çıxmışıq deyə cavab olacaq yalnız 3. Digər bəndlərin də əslində isbatını versəm daha gözəl olar. Gəlin bir dənə baxaq görək məsələn D-də yanlışlıq nədir? D-də yuxarıdakı fiquru sağa aşırdıqda xətlər bu şəkildə dayanacaq. Bu da bayaq dedik axı mərkəz nöqtəyə yaslanmayıb. Yəni 4 səhvdir. Eyni qaydada 5-də yuxarıdakı fiquru 2 dəfə aşağı gətirsəm, baxın, bir dəfə belə olacaq. Və bir dəfə də fırlatsaq, yəni nöqtə ilə diaqonalın yanına gətirsək. Olacaq belə. Baxın, görürsünüz, bu 3 dənəyə yenə baxanda, yenə də mərkəz nöqtədə biz çarpaz xətləri görə bilmirik. Çarpaz xətlər getdi, düşdü digər paralel hissəyə. Ona görə 5-i də götürmürsünüz. Doğru cavab olur, yalnız 3-ə bərabər. Davam edirik növbəti sual ilə. 54 nömrəli sual. Maraqlı bir sual nümunəsidir. İmtahanda 85 baldan aşağı nəticə göstərənlərin sayı imtahan verənlərin 75%-ni təşkil edir. Yəni 85 minus bal toplayanlar 75%. Deməli, avtomatik olaraq düşünürük ki, 25% qalıb axı. Bu 25% nəyə bərabərdir? 25% 85 bal və 85 baldan yuxarı nəticə göstərənlərin cəmi sayı olacaq 25%. Yəni, nə təkcə 85 bal deyirlər, nə də 85-dən yuxarı olanlar deyirlər. Həm 85, həm də 85-dən yuxarı nəticə göstərənlər bir yerdə olur 25%. Əgər 85 bal toplayanların sayı, baxın bu, 18-dirsə, aşağıdakılardan hansı və yaxud hansılar dəqiq məlumdur? Baxın, bizə burada nəyinsə dəqiq sayını tapmaq mümkün olmayacaq. Niyə və nə üçün? Çünki 85 baldan yuxarı nəticə göstərənlərin sayı 0 da ola bilər, 1 də ola bilər, 50 də ola bilər, 60 da ola bilər, yəni məlum deyil. Burada da ümumi sayı tapmaq üçün 85 baldan yuxarı nəticə göstərənlərin sayının olması məcburdur. Gəlin belə eləyək. Biz 85 baldan yuxarı nəticə göstərənlərin sayını 0 qəbul edək. O zaman 18 və 0-ın cəmi, yəni elə 18 nəfər 25%-dirsə, biz məsələn buradan 75%-i tapa bilərik. 25x bərabərdir 18 vurulsun 75, x də bərabərdir 54-ə. Baxın, bu 54 nəfər 85 baldan aşağı nəticə göstərənlərin sayı deyil. 85 baldan aşağı nəticə göstərənlərin minimal sayıdır. Çünki biz əgər bura 0-ın əvəzinə 1 qoyub misalımızı 19-25% ilə yazsaq, artıq x-ə 75% olanda x eləyəcək 54. Və 2 qoyanda 20 olacaq və 60 eləyəcək. Və bu şəkildə arta gedəcək. Və bunun da maksimalı yoxdur. Ümumiyyətlə, yəni sonsuza gedir. Biz bir tapa bilirik. 85 baldan aşağı nəticə göstərənlərin sayının minimum 54 nəfər olduğunu və ora 54 nəfər yazanda ümumi imtahan verənlərin sayının, yəni 85-dən yuxarı 0 nəfər, 85 bal 18 nəfər, 85-dən aşağı isə 54 nəfər. Bu da eləyir ümumilikdə 72 nəfər. Bir də ümumi imtahan verənlərin sayının minimal qiymətini tapa bilirik. Ən azı neçə nəfərin 85 baldan aşağı nəticə göstərdiyi müəyyən oluna bilər, 54 nəfər. Ən az neçə nəfər imtahan verib, bu da tapıla bilər. Amma ən çoxu neçə nəfər imtahan verib, təbii ki, məlum deyil. 85 baldan yüksək nəticə göstərənlərin sayı 85 bal toplayanların sayından çoxdurmu? Baxın, bu da yanlış da saymırsınız bunu. Çünki ola bilər ki, 0-ın əvəzinə 25 yazasan. Ona görə dəqiq məlum deyil bu cümlə. 85 baldan yüksək nəticə göstərənlərin olmadıq. Bəzilərini bu çaşdırır ki, biz 0 qəbul etdik. Niyə bunu götürməyək? Çünki biz 0 qəbul etmədik. 0-ı minimal qiymət olaraq qoyduq ki, minimumunu çıxarda bilək. Və imtahan suallarının çətin olması isə bu isə absurd bir fikirdir. Yəni nəticə imtahan suallarına tam o qədər də təsir etmir. Ona görə də doğru cavab kimi 54-cü sualda D bəndini götürürük. Növbəti suallarımız 55 nömrəli sual və 56 nömrəli suallardır. 55 nömrəli sual ardıcıllıqdır. Diqqətlə baxsaq, deməli, paralel bir ardıcıllıq var burada. 2-dən 2-yə, sonra 2-yə. Tək yerdə duran ədədlər öz aralarında eynilik təşkil edir.
Cüt yerdə duran ədədlər isə 0, 1, 2, 3 və 4. 1-1 arta-arta gedir. Çox sadə, rahat bir sual idi. 56 nömrəli sual fiqur ədəd əlaqələrinə aiddir. Təbii ki, baxan kimi görürük ki, 8 və 9 bizə 34 verib və qeyri-aşkar operatorlarda, məhsul olan operatorlarda mütləq şəkildə bilməlisiniz ki, toplama əməliyyatını yoxlamağınız ilk olaraq vacibdir. Çünki Dövlət İmtahan Mərkəzinin əsas suallarında toplama öndə duran üsullardan biridir. 8 ilə 9-un cəmi 17 eləyir. 17-nin 2 misli 34. 0 ilə 1-in cəmi 2 eləyir. 2-nin 2 misli 4. 12 və 1-i topladıq 13 elədi. 13-ün 2 misli 26. 7-nin 2 misli 14-ə bərabər. Və son olaraq 9 ilə nəyi toplayıb 2-yə vuranda 24 eləyir. Təbii ki, 12-ni 2-yə vuranda 24 eləyir və 9 ilə də 3-ü toplasaq 12 eləyər. Deməli, doğru cavabımız olacaq D variantı. Keçid eləyək növbəti sualımıza. 57 nömrəli sualımız qeyri-aşkar operatorlar mövzusuna aiddir. Bir qədər ağır sualdır, yəni digər suallara nəzərən. 17 və 23-dən ulduz operatoru 45 alıb, 35 və 41-dən isə 41 və bu şəkildə də davam edib. Deməli, nəyə diqqət eləyir? Rəqəmlərlə bağlı bir sualdır. Birinci və sonuncu rəqəmləri toplayıb, yəni ən kənar rəqəmlər, ən sol və ən sağ rəqəmlər toplanıb 4 alınıb və 7-dən də 2 içdə olan, yəni birinci ədədin sağı, ikinci ədədin də solundakı rəqəm çıxıb 5 alıb. Baxın bir daha, 3 və 1 toplanıb 4 eləyib, 5-dənsə 4-ü çıxanda 1 eləyib. 2 və 6 toplanıb 8 olub, 5-dən 3 çıxanda 2. İndi nə edirik? 8 və 1-i toplayırıq, olur 9. 6-dan da 2-ni çıxırıq, olur 4. Doğru cavabımız 94, yəni Y variantı. 58 nömrəli sual. Fiqur cədvəlləri mövzusundan maraqlı bir sualdır. Suala sütun üzrə diqqət edəcəyik. Çünki sütun üzrə fiqurların bir-birinə oxşarlığı görünür. Birinci nümunədəki şəkildən İkinci nümunədəki şəkili çıxdıqda aşağıda yerləşən şəkil alınır. Və yaxud belə də deyə bilərsiniz. İkinci və üçüncü şəkili toplayanda, cəmləyəndə yuxarıdakı şəkili verir. İndi sual işarəsi aşağıda olduğu üçün çıxma versiyası daha yaxşı olar. Baxın, birinci şəkildən ikinci şəkili çıxırıq. Bunu bundan çıxırıq. Çıxırıq deyərkən, yəni burada bir texniki nasazlıq olubdur. Sualda bir balaca problem olub. Deməli, nədir problem? Gəlin onu bir dənə bərpa eləyək. Burada nümunədə ortadan belə bir xətt getməli idi. Sadəcə olaraq xətt düşməyib. Yəqin ki, sualı yığarkən bir yanlışlıq eləmişik. Və nə baş verir indi? Bu iki şəkili gətirib üst-üstə qoyanda yuxarıdakı şəkil alınır və yaxud yuxarıdakı şəkildən ikincini çıxırıq. Baxın, ikincini birincidən çıxıram. Bu hissəni çıxsaq, yerdə qalan hissə aşağıdakı şəkildir. Və yaxud yuxarıdakı şəkildən bu kvadratı çıxsaq, baxın, ikinci sətirdə olan kvadratı çıxıram. Yerdə qalan hissəyə bir dənə diqqət edin. İndi göy rənglə göstərirəm. Qalır bir düz bucaqlı, bir də onun içərisində olan x, yəni bu hissə. Yaxşı, o zaman gəlin baxaq görək. Biz bu şəkildən ikincini çıxsaq, yerdə nə qalır? Baxın, çıxırıq kvadratı və içindəki bu xətti. Yerdə qalan hissəni də gəlin yaşılla göstərək. Qalacaq romb və rombun içində solda bir balaca bir xətt. Hansı bənddə göstərilib? D variantında göstərilib. Doğru cavab D bəndi. Davam edirik. 59 nömrəli sual. Aşkar operatorlar mövzusuna aid olan bir sual nümunəsidir. Çox asan bir sualdır. Deməli, aşkar operatorlarda bilirik ki, sol tərəf sol tərəfə, sağ tərəf isə sağ tərəfə bərabər olur. Yəni, A-nı və B-ni, daha doğrusu X-i və Y-i axtarıqsa, X-in qiyməti A-ya bərabərdir. Y-in qiyməti isə 7-yə bərabərdir. Gətirib funksiya hissəsində yerinə qoysaq, A-nın kvadratı üstə gələk 7 bərabər olur 43-ə. Bu zaman A-nın kvadratı bərabər olur 36-ya, A da bərabər olur 6-ya. Doğru cavab D variantı. Həmçinin müsbət mənfi 6 ola bilərdi. Lakin bəndlərdə fikir verirsə A böyükdür 0 şərti qeyd olunubdur. Ona görə müsbət 6-nı götürürük.
və yaxud tapılmasının başqa bir üsulu. Əgər biz tənlik üsulunu bilmiriksə, variantlar içərisindən bir-bir hərf ədədləri gətirib bura qoyduqda A-nın yerinə. Nə zaman cavab 43 eləsə doğru cavab odur. Məsələn, 6-nı qoyduqda bu zaman x-in qiyməti 6-ya, y-in qiyməti də 7-yə bərabər olur. O zaman x-in kvadratı üstə gəlinsin y bərabərdir 43. Gördüyünüz kimi o zaman doğru cavabımız elə 6 olmuş olacaqdır. 60 nömrəli sual. Qəbul imtahanlarında təkrarən düşmüş bir sualdır. 2016-cı ilin qəbul sualı olmalıdır, səhv etmirəmsə. Fiqur analogiyasıdır və nə baş verir? Deməli, içəridəki fiqurlar dairə, çöldəki fiqurlar üçbucağı idi. Yerləri dəyişib, dairə çölə çıxıb, içəridəki fiqurlar üçbucaq olub. İndi burada kənardakı fiqur dairə, içəridəki fiqurlar altıbucaqlıdırsa, bu dəfə altıbucaqlı çölə çıxacaq, dairələr düşəcək içəri. Əlavə olaraq, içərisindəki xətt şaquli xəttdir, sonra üfüqi olub. İndi isə içərisində üfüqi xətt görürük, indi isə həmin xətti şaquli götürəcək. Ona görə də variantlardan A və B variantı silinir. Həmçinin qara solda ağ rəng sağdadır, burada ağ rəng solda, qara rəng sağdadır. Yerləri dəyişib. İndi ağ solda, qara sağda olduğu üçün qara sola, ağ sağa keçmiş olacaqdır. O zaman doğru cavabımız olacaq 60-cı sualda D variantı. 61 nömrəli sual. 61 nömrəli sualımız fəza fiqurlarına aiddir və bizə sadəcə bir ədəd kub verilib və bu kubun doğru açılışı soruşulur. Bu da təkrarlanmış bir sual nümunəsidir. 61-ci sual təkrar düşübdür və bu sual nümunəsində özümüz də açılış çəkə bilərik, bəndləri də yoxlaya bilərik. Bəndlərin yoxlanması daha yaxşıdır. Biraz əvvəl qeyd etdim ki, kubun əsas yoxlanma üsulları qonşu üzlərin dayanış tərzinə baxmaq lazımdır və həmçinin fiqurların qarşı üz olmamasına riayət etmək lazımdır. Ona görə B variantını çıxıram ki, B variantında fiqurlar qarşı üz olaraq göstərilir. Sonra burada nəzərimə çatan bir hissə var. Burada deməli paralel sətirdə düzülmüş 3 dənə fiqur kimi var. Yəni bu fiqurlar. Görürsüz, sol tərəfki ağ-qara üçbucağın qara hissəsinə perpendikulyar şəkildə dayanıblar. Yəni əgər mən bu üzü belə çəksəm, onun kənarında artıq görürsünüz perpendikulyar, yəni üçbucaqdır, rombdur, üçbucaqdır. Bunlar perpendikulyar şəkildə dayanmalıdır. Ki, bu məsələn hansı variantda elə deyil? A variantında elə deyil. Çünki A variantda biz onu aşağı aşırsaq, görəcəksiniz ki, artıq perpendikulyar dayanmayacaq, paralel dayanacaq. Və yaxud adi yuxarıdakı ağ-qaraya görürsünüz necə dayanıblar? Yastısına, paralel. A variantı yanlışdır. Sonra həmçinin bir dənə diqqət etsəniz, bax burada həm ağ hissədən, həm qara hissə paralel şəkildə burada bu oxa baxırlar. Amma C variantında tam qara hissə görürsünüz, buna yaslanıb qalır. Doğru cavabımız ya B variantı olacaq, ya Y. Eyni qayda Y-də də var. Baxın, Y-də də bu fiqurun qara hissəsi tam olaraq bura yapışıb. Amma biz yuxarıda onu görürük ki, yarı ağ, yarı qara hissələr baxmalıdır. Həmçinin orientasiya qaydasına bir daha xatırlayaq. Baxın, 3 bucaq, ağ-qara düz bucaqlı, sonra isə 3 fiqur. İndi burada 3 bucağı yuxarı qaldırsaq, üç bucaqdan sonra ağ-qara gəlməlidir. Amma 3 bucaq, 3 fiqur, sonra ağ-qara düz bucaqlı gəlir. Sıralaması da yanlışdır. Amma D variantı birə-bir doğru cavabdır. Ümumiyyətlə D variantını zaten biz şəkli çəksəydik belə, biz sadəcə ilk öncə çəkindik ki, fiquru çəkib variantda ola bilər fərqli formada göstərilsin. Amma baxın, burada biz öndə gördüyümüz fiqur budursa, onun solunda gördüyümüz fiqura diqqət etsəniz, ağ-qara düz bucaqlıdır. Yəni özümüz çəkirik, hələ heç bəndlərə baxmırıq deyək. Və bu 3 fiqurun üzərində də belə bir yarı ağ, yarı qara olan fiqur var. Və indi bəxtimizdən də variantları da elə bu şəkil olaraq göstəriblər. D variantında çəkdiyim şəkil tam olaraq görünür. Doğru cavab D bəndi. Davam edirik 62 nömrəli sualla. Maraqlı bir ehtimal sualı idi sual. Deməli, bu sualımızda deyir, akvaryumda 5 növdə olan 45 balıq var. Növlərin hər birinin sayı müxtəlif ədədlərdir. Baxın, 5 növdür. Birində A sayda, birində B, birində C, birində D, birində də Y sayda cəmi 45 balıq var. Gözü bağlı şəkildə
ən azı neçə balıq çıxarmaq lazımdır ki, çıxarılmış balıqların içərisində hər bir növə aid ən azı bir balıq olduğunu mütləq demək mümkün olsun. Sual ehtimal nəzəriyyəsinə aid olan bir sual olsa da, həlli xüsusi bir düsturla həll olunan bir sual deyil. Yəni, məsələn, biz 45 balıqdan belə götürək, ən minimal ehtimalda tutalım, bir hansısa bir balıq növündən bir dənədir, birindən 2 dənədir, birindən 3 dənə, birindən 4 dənə, birindən də 35 dənə. Çünki 45 əmələ gəlsin deyil. Məsələn yazmışam, yəni başqa ədədlər də yazmaq olar. Ən pis ehtimalda mən ilk öncə tutalım 35 dənə balıq çəkdim. Ola bilər də ehtimaldır. Gəlib 35-i də ola bilər eyni növdən. Mümkündür də bu, yəni reallıq mümkündür. Sonra ardıca növbəti 4 dənə balıq çəkərəm. Bunlar da D növündən olmuş ola bilər, hamısı. 3 dənəsini çəkərəm, ehtimal olaraq C-dən çıxa bilər. 2 dənəsini çəkərəm, B-dən çıxa bilər. Yəni 44 dənə çəkmişəm. Ola bilər ki, heç bir növdən yenə bu bir dənə olandan çıxmasın A növündən. Yəni bu mümkündür. Ona görə də bu mümkün olduğu üçün sən hamısından dəqiq bilməyin üçün ən sonuncunu da oradan çəkməlisən. Yəni 45 dənə balıq çəkəndən sonra sən dəqiq deyə bilərsən ki, çıxarılmış növlərin içərisində hərəsindən bir dənə var. Bunun 43 və yaxud 44 dənə çıxarmaqla dəqiq bir söz demək mümkün deyil. Bir daha təkrar edirəm, xüsusi bir düsturla həll olunan bir sual deyil, sadəcə belə bir versiya olaraq yoxlanılan bir sual. Sual nömrə 63. Verilmiş sözlərdə hər bir hərf müəyyən bir rəqəmə uyğundur. Qanun uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Sual çox sadədir, təkrar sualdır. Yəqin hər biriniz bilirsiniz ki, şifrələmədə biz ilk öncə təkrarlanan hərflərə diqqət edərək nə isə tapa bilərik. Məsələn, sözlərimizin içərisində aydan sözü tamamilə fərqlənir. Çünki aydan sözünün birinci və üçüncü hərfləri, birinci və dördüncü hərfləri təkrar hərflərdir. Və ona görə də aydan sözünün şifrəsini elə seçməlisiniz ki, birinci və dördüncü hərfi eyni olsun. Bu 39238. Kodu sözün üzərinə yazırıq. Məsələn, A hərfi artıq bilindisə, bütün A hərflərinin üzərinə bu hərfi qeyd edə bilərik. Və yaxud Y hərfi artıq 9-dur, N hərfi 8-dir. N hərfi 8-dirsə, 8 ilə başlayan kod Nurayın kodudur. 85 639. Y hərfinin 9 olduğunu bilirik. Unisin kodu 95 817. İ hərfi 1-dirsə, iradə sözü 1 ilə başlamalıdır. 16 324. Və yerdə qalır bir dənə kod, onu da yazırıq Rəsul üçün. 64 750. İndi sualın kvadratı bərabərdir urdu. U hərfi, sözlərə baxın, Yunis sözündə U hərfi var, 5. R hərfi 6. D hərfi 2. Və U hərfi 5. Sualın kvadratı 5625-ə bərabərdirsə, fikirləşirik ki, nəyin kvadratı 5625 eləyər? Bu olacaqdır 75-in. 75-i də cavab olaraq sözə çevirib veriblər. 7 S hərfi deməkdir, buradan görə bilərsiniz. 5 isə U hərfi deməkdir. Onda ilə cavabımız su olacaq, yəni C variantı. 64 nömrəli suala baxırıq. A hərfindən aşağıda, bu sual da çox istifadə olunub, təkrar çox düşübdür. A hərfindən aşağıda ilk olan hərfdən, yəni bu tipli sualları aram-aram oxuyaq. Baxın, A hərfindən aşağıda ilk olan hərf, yəni B. B-dən, ardını oxuyuq. B-dən aşağıda üçüncü olan hərfdən, B-dən aşağıda üçüncü, birinci, ikinci və üçüncü, yəni Y. Y-dən yuxarıda ilk olan hərfdən, Y-dən baxın, yuxarıda ilk olan hərf hansıdır? D. D-dən aşağıda ikinci olan hərfi tapın. D-dən aşağıda ikinci olan hərf 1, 2. Gəlib düşür F hərfinə. 64-cü sualın doğru cavabı C variantı, yəni F hərfi. 65 nömrəli sual. Qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin.
Fiqur ədəd əlaqələri rebuslar mövzusundandır sual. Diqqətlə baxsaz görərsiniz ki, məsələn 5 və 3 arasında kəsişməsində 7 dayanıb. Yəni təxmin etmək olar ki, 5 və 3-dən 7 necə alınıb? Və yaxud 6 və 4-ün arasında görürsünüz 14 dayanıb. Gəlin fikirləşək görək 6 ilə 4 necə 14 verib? Və yaxud 3 ilə, daha doğrusu 3 ilə 9, baxın bu hissədə necə 15 verib? Deməli qayda nədir? Məsələn 4 və 6 necə 14 verib? 4 operator 6 necə 14 verib? Ədədlərin hasilindən onların cəmi çıxılıb. 4 vur 6 24. Cəmini də çıxırıq. Olur 14-ə bərabər. Və yaxud isbat edirəm buradan 7 ilə 6-dan. 7-ni 6-ya vurduq 42. 7 ilə 6-nın da cəmi 13. 42-dən 13 çıxanda olur 29. Sual hardadır? Baxın 2 ilə sual bizə 9 verib. Sizcə 2-ni nəyə vurub cəmini də çıxsanız 9 eləyər. Və yaxud sualı 4-ə vurub cəmini çıxanda da 29 eləyib. Çox güman bu 11-dir. 2-ni 11-ə vuranda eləyir 22. 22-dən də onların cəmini çıxanda eləyib 9. 2 operator sual işarəsi bərabərdir 9 və yaxud x. Bunu belə də yaza bilərsiniz. 2-ni x-ə vurduq. Çıxırıq 2 ilə x-in cəmini bərabərdir 9. Amma bu qədər qəlizə getməkdənsə elə bəndlərdən seçmək daha yaxşıdır. Doğru cavab A variantı olmuş olacaqdır. Davam edirik 66-cı sualına. Azər radiotexnika ustasıdır. O fotoaparat, videokamera, maqnitofon düzəldir. Fotoaparat, sonra video kamera və maqnitofon. Gündəlik fotoaparatdan 6. Baxın, biz fotoaparatın, videokameranın və maqnitofonun hərəsindən neçə dənə düzəldiyini bilmirik. Amma qiymətlərini bilirik. Yəni bir fotoaparatdan 60 manat, bir videokameradan 30 manat, bir maqnitofondan isə 35 manat qazanır. Baxın, ümumi qazancı tapmaq üçün siz gərək hərəsindən neçə dənə düzəltdiyini də biləsiniz ki, sayı qiymətə vuranda ümumi qiyməti vermiş olsun. Məsələn, 60 fotoaparatın sayına x də deyə bilərik və mənim məsləhətim belə suallarda öz baş hərflərini verməyinizdir. F sayda fotoaparat, V sayda video kamera və M sayda da maqnitofon təmir edibsə, 60F plus 30V plus 35M cəmi 345 manat eləyibdir. Lakin bizə bir qeyd deyir, fotoaparat və videokameradan eyni məbləği qazanır. Yəni burada bir qeyd aparırıq. 60F bərabərdir 30V-yə. Buradan da hər tərəfi 30-a böləndə V bərabər olur 2F-ə. V bərabər olur 2F-ə. Mən belə bir şey deyərdim. Burada ilk öncə baxın biz bu misalımızda gəlin islah etmə edək. Hər şeyi 5-ə bölək. 12F plus 6V plus 7M bərabərdir 345. Daha sonra V-nin 2F-ə bərabər olduğunu bilirəmsə, daha doğrusu 345-in özünü də 5-ə bölmək lazımdır. 345-i bir dənə 5-ə bölürük. Eləyir 69-a bərabər. Onu da bölməliyik. İndi baxın, V-yə 2F yazsaq, buradakı V-yə olur 12F plus 12F plus 7M bərabərdir 69. 24F plus 7M bərabərdir 69. Gəlin baxaq görək 24-də hansı qiyməti verə bilərik? Neçə fotoaparat düzəltmiş ola bilər? F-in qiyməti lazımdır bizə. 1 verə bilərikmi? Çox güman ki 24-də 1, 2 verəcək. İkisindən biri. Çünki 69 sayına görə 3 verdikdə artıq daha böyük bir rəqəm alınmış olur. 24 vurulsun 1. Bu edir 24. 24-ün üzərinə gəlmək lazımdır 45. Axı 7M-dən 45 ola bilməyəcək. Bu düzgün deyil. Daha sonra gəlin 24-ü vuraq 2-yə. Bu zaman olur 48
plus 21 olmalıdır, elə deyilmi? 48-in üzərinə 21. 21 də 7 vurulsun 3 bərabərdir 69. Baxın, bunu düzəltmək olur. F-ə 2, M-ə 3 verdikdə. 2 fotoaparat, 3 maqnitofon. Deməli, fotoaparat oldu 2 dənə, maqnitofon oldu 3 dənə. Və V də bərabər idi axı 2F-ə. Yəni videokamera fotoaparatdan 2 dəfə çox idi. Bunu da 4 yaza bilərsiniz. Görə indi həqiqətən, baxın, 2 dənə fotoaparat 60 manat, 4 dənə videokamera 30 manatdan, plus 3 dənə də 35 manatdan. Həqiqətən də bu 345 manat eləyir. Doğru cavabımız indi bizdən fotoaparatın qiymət sayını soruşduğu üçün 2 dənə götürmüş olacaq. 66-cı sualın doğru cavabı C variantı. Növbəti sualımız təkrarlanmış sualdır. Qəbul imtahanlarında düşübdür. Qutuda nöqtəli toplar, zolaqlı toplar və nöqtəli və zolaqlı toplar var. Üzərində zolaq olan topların zolaqsız toplara nisbəti 3/1-dir. Baxın, bu sual əslində çoxluqlar mövzusuna aiddir. Yəni, həm nöqtəlilər, həm də kəsişməsi. Yəni, həm üzərində nöqtə olan, həm də zolaq olan toplar var. Bu sualın ən rahat həlli qaydası Euler-Venn dairəsi ilə yazılan həll üsuludur. Məsələn, biz buna nöqtəli toplar çoxluğu desək, buna isə zolaqlı toplar çoxluğu desək, burada aşağıda qeyd olunub ki, topların altısında həm nöqtə, həm zolaq var. Baxın, buraya 6 deyirəm. Bu hissəyə x, bu hissəyə y qoyuram. X nöqtəli toplar deyil. Baxın, x yalnız nöqtəli toplardır. Yəni, üzərində təkcə nöqtə olan toplardır. Nöqtəli toplar deyərkən x plus 6, yalnız nöqtəli toplar deyərkən isə x nəzərdə tutulacaq. Gəlin oxuyaq. Üzərində zolaq olan topların zolaqsız toplara nisbəti 3/1-dir. Üzərində zolaq olan nə qədər top var? Üzərində zolaq olan topların sayı, baxın, y plus 6-dır. Zolaqsız toplara nisbəti. Baxın, y-in də üzərində zolaq var. 6 dənə olanın da üzərində zolaq var. Yəni, üstündə həm nöqtə, həm zolaq varsa, bu həm də zolaqlı top sayılır, həm də nöqtəli top sayılır. Yalnız və yalnız bu x sayda olan yalnız nöqtəli topların üzərində, x sayda olan yalnız nöqtəli topların üzərində dediyimiz o zolaq yoxdur. Üzərində zolaq olan topların zolaqsız toplara nisbəti, yəni x-ə nisbəti 3/1-dir. Bu ifadəni çarpaz vurduqda 3x bərabər olur y plus 6-ya. Daha sonra cümləni belə qurub. Üzərində nöqtə olan topların nöqtəsiz toplara nisbəti. Üzərində nöqtə olan nə qədər top var? X plus 6. Bunun nöqtəsiz, yəni y-ə nisbəti bərabərdir 2/3-ə. Gəlin bu tənlikləri həll eləyək, görək x və y neçədir. İkinci tənliyi çarpaz vuranda isə 2y bərabər olur 3x plus 18-ə. 3x y plus 6-ya bərabərdirsə, həmin y plus 6-nı gətirib 3x-in yerinə qoyuruq. 2y bərabərdir y plus 6 plus 18. Y bərabər olur 24-ə. Y 24-dürsə, gedirik yuxarıdakı sətrə. 3x bərabərdir 24 plus 6. 3x bərabərdir 30 və x də bərabərdir 10. Baxın, x 10 oldu, y isə 24. Qaydırıq bura. X 10-dur, y 24. 10 yalnız nöqtəli topların sayıdır. 24 isə yalnız zolaqlı topların sayıdır. Amma zolaq olan top dedikdə, ümumilikdə bunun hamısı nəzərdə tutulur. Ona görə də 24 və 6-nı cəmləyirsiniz. Üzərində zolaq olan topların sayı olacaq 30-a bərabər. Üzərində nöqtə desəydim, o zaman 10 ilə 6-nın cəmini götürərdik. Doğru cavab 67-ci sualda Y variantı olmuş olacaq. 68 nömrəli sual. Fiqur cədvəllərinə aid olan bir sual nümunəsidir. Elə də çətin bir sual deyil. Diqqətlə baxsaq, deməli, sətirlər üzrə hər bir fiqurdan yalnız bir dəfə istifadə olunub. İstənilən bir fiqurdan yalnız bir dəfə istifadə olunub. Məsələn, bir növ adam simalikləridir və gövdədə üçbucaq, kvadrat və yarımdairə, kvadrat, yarımdairə və üçbucaq, yarımdairə və üçbucaq görürük, amma kvadrat görünmür. Deməli, cavabın
gövdə hissəsi kvadrat olmalıdır. C, B və A variantları avtomatik olaraq gedir. Sonra qollarına diqqət eləsəz. Qollar bir dəfə yuxarı, bir dəfə paralel, bir dəfə isə aşağı yaslanıb. Paralel olan var, aşağı yaslanmış olan var. Deməli, cavabda artıq yuxarı yaslanan bir cavab olmalıdır. Ehtiyac olduğu olarsa ayaqlarına da baxa bilərsiniz. Ayaqlar da fərqlidir. Bir dəfə boş bir ayaq, bir dəfə dairə, bir dəfə isə kvadratla verilib. Kvadratla var, boş var, indi isə dairəli olmalıdır. Həqiqətən də Y variantını artıq isbat edirik ki, deməli 68-ci sualın cavabı oldu Y variantı. 69 nömrəli sual. Variantlardan 4-ü verilmiş sözlər arasındakı məntiqi əlaqəyə görə analojidir. Fərqli variantı tapın. Müəllif kitab oxucu. Baxın, müəllif kitab yazır və ondan oxucular istifadə edir. Satır oxuculara. Dərzi paltar hazırlayır, müştərisinə satır. Şirniyyatçı tort hazırlayır, alıcıya satır. Müəllim də mühazirəni hazırlayır. İndi satmasa da tələbəyə bunu ötürür. Lakin sürücü avtobusu sərnişinə satmır. Yəni sürücü sadəcə avtobusu idarə edir və sərnişinə burada xidmət göstərmiş olur. Doğru cavabımız Y variantı olacaq. 70 nömrəli sual. Təkrar bir sualdır. Yenə də şifrələmə, kodlaşma mövzusuna aiddir. Qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Sözlərin kodlarını rahat şəkildə Ella sözündən başlayaraq tapmaq olar. Ella sözünün deməli orta hissəsində 2 dənə qoşa L var. 73, 31 Ella sözünün kodudur. L-lar 3-dür deyə bütün sözlərdə L-ya 3 yazanda Lola sözünün 34, 31 olduğu görünür. Ayla sözündə də L hərfi var, lakin 3-cü yerdədir. 15-31 ayla sözünün şifrəsidir. Həmçinin ayla sözü ayla başlayıb ayla qurtarır. Belə bir fərqi də var idi. Sonra Ella sözündə eyni bilirəmsə, Vera'nın ikinci rəqəmi artıq 7 olacaq. Çünki E hərfinin şifrəsi 7-dir. Ella da 7 ilə başlayır. E-yə 7 yazanda Vera sözünün şifrəsi 27-81-dir. Və Fira qaldı 69-81 məcbur olaraq sondur deyə. İndi Ayla sözünün şifrəsini zaten bilirik. 1531 üstə gələk sual işarəsi bərabərdir Love L3 O4. Baxın, soldakı şifrələrə baxıb bunu düzəldirik. V2 E-də 7. Sualı tapmaq üçün cəmdən məchul toplananı çıxırıq. Görək neçə eləyir. Deməli 6, 9, 8 və 1. 1896 indi yenidən bunu çevirmək lazımdır. 1896. Bu arif olacaq çünki A 1-dir. 8-ə R uyğun gəlir. Deməli 9 idi. F-dakı görürsünüz ki solda 6-dır. Bizdən də 6 soruşur. Doğru cavab olacaqdır. Y variantı. Dostlar, bu videonun birinci hissəsi idi. Yəni part 1 idi. İlk 25 sual izah olundu. İnşallah yaxın zamanda ikinci hissənin də izahı gələcək. Çalışaq videonu bəyənək, rəyləri çoxaldaq ki, ikinci videoda gəlsin. İzlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.